Nəsibə Zeynalova Azərbaycan mədəniyyəti tarixində sadəcə bir aktrisa deyil, xalqın ruhunu, yumorunu və milli kimliyini səhnədə canlandıran gülüşün milli brendidir. Onun yaradıcılığı musiqili komediya janrının zirvəsi, yaratdığı obrazlar isə xalqın həyatından qopub gələn canlı personajlardır. Azərbaycan teatr sevənləri arasında qaynana kimi sevilən Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan Milli Realist Aktyor Məktəbinin banisi olan Cahangir Zeynalov ilk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Nəsibə xanım orta məktəbdə rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin Dram Dərnəyinin üzvü olub, sonraki illərdə Bakıda fəaliyyət göstərən Səyyar Teatrında aktrisa işləməyə başlayıb. Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yeni yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına 1-ci dərəcəli aktrisa kimi qəbul olunub. Elə həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Onun gülüşü sadəcə əyləncə deyildi. Nəsibə xanım realist aktyor məktəbinin nümayəndəsi kimi hər bir roluna həyati bir ruh qatırdı. Onun improvizasiya qabiliyyəti, səhnə plastikası və bənzərsiz səs tembri hər bir tamaşanı bayrama çevirirdi. 2004-cü il martın 10-da vəfat etsə də Nəsibə Zeynalova bugün də ekranlarda və ürəklərdə yaşayır. Onun qaynanası, hicranı və digər ekran işləri nəsildən nəslə ötürülərək Azərbaycan gülüş mədəniyyətinin standartını müəyyən edir.